İşıq apardılar, bir uşaq ayaman, apardılar ey, apardılar o, apardılar hey, 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 apardılar o yaman, yaralı balam, ay balam, belalı balam, ay balam, uy, ey, ay canım ey, ay canım ey, canım, canım, yarpaqlar uşaq kimi düşdülər, dalımca elə bildilər mən oyam, elə bildilər mən qəşəməm ey, amma bilmədilər qəşəm deyiləm, bu İnsan kimi. Bu fikrimi deyil. Bir insan kimi. Audio kitab buraxında onda. Ama bu yazıda elə çıxmır, indi sizin səsiniz aradan alınmıyordu. Ama bu variantı ben çok beğendim. Onda audio kitab buraxsın da, var da audio. Bu mahnı üçün yazıldı, yani içte bir ağzı. Ha, muğam üçün. Ayda, yəni oxuya da. Bəzən gülüşdə olur. Amma mən bunu... Bu mənim dünyaya gəlişim və dünyadan gedişimdir. Mən nə vaxtsa dünyaya gəlmişəm, görmüşəm, qapıların tayı da lay deyirlər ona. Və adamlar düzünə deyir, lay deyirlər ona. Və neyi də aparırlar küçələrdə. Mənim tanıdığım bir adam yoxdur. Mən bu dünyaya gəlişim və gedişimdir. Mən başa düşdüm, mən ayrı sual verirəm. Bax, indi onu oxucu, sizin səsinizi hardan alsın orada? Audio disk şəklində buraxsın. Yox, bir şey deyim. Mən elə gəlir ki, burada Rəqsanə xanım da təsdiq edir ki, hər şiirin, hər sözün özünün musiqisi var. O onun özündə saxlayır, canında saxlayır. Müğənni üçün yazılıb da. Canında saxlayır. Müğənni üçün yazılıb. Ay aman sözünü. Konkret olaraq müğənni üçün yazılıb. Yansa müğənni götürür. Ya müğənni, ya xanım bəyəndi. Yenə nəyə görə deyirəm? O hal adamıdır, görmür, gözəl oxudu. O hal adamı deyir axı. Onu ələ salmaq üçün oxudu. Sizi kiminlə ələ salmaq lazımdır, əmin olun. Çünki sizin səviyyəniz və dünya görüşünüz ondan ibarətdir. Söyüşlə danışmaqdan ibarətdir. Görürük sizin səviyyəniz. Baxın, siz necə ona qəbul edirsiniz. Bunu mən başqa cür bu sözü qəbul edirəm. Bir gözəl bir qadın şəklin, hər kəs öz tərbiyəsindən qəbul edə bilər. Sən ona erotika deyərsən, açın, estetik, ona estetik gözəllik sözün başqa mənası var. Əməl eləyənlər, o sözə layiq olanlar elə odur. Elçim abi. Sizin səsiniz siz deməli ikinci burada hədəf Qəşəm Nəcəfzadə oldu. Hamı hədəfdir burada. Nətər olur, siz kimisə hədəf götürə bilirsiniz. Hazırlaşmış hədəf, hazırlanmış hədəf. Elçim əmi, icazə olaraq çox üzr istəyirəm. Özləri tənqidə qarşı dözümsüz olan bu insanlar kimisə tənqid eləmək. Bəs sizinki tənqiddir. Siz aşkar şəkildə, demək sizin satdığınız mal yaxşıdır, qalan mallar pisdir. Aşkar şəkildə tənqidinizi eləmişsiniz. Yəni mən də fikirlərimi söyləmək, belə deyək də, durumundayım və mən elə gəl ki, söyləməliyəm də. Əslində, bax, indicə... Mən sizi efirdən, o sözləri sizə efirdə deməmişəm. Yenə də deyirəm, söz var xalq içində, söz var xalq içində. Efirdən əlbəttə mən o sözü deməzdim. O qəzetdə, internet saytında... İnternet saytının ağzına... Bir dəqiqə də, internet saytında... Buyur, mənim cavabımı, mənlə danış. Bax, indi mən sizə sözümü deyirəm. Burada məkanı dəyişdirirsiniz. Geçmiyorum, elə gəlir ki, biz hamımız Azərbaycanlıyıq və... Əgər insan yazı yazırsa, Kamilə xanım, çox üzr istəyirəm. Başa düşürəm, amma artıq mən özümü diskomfortda istəyirəm bu proqramda. Çox özümü narahat istəyirəm. Çox agresiya ilə yazırlar. Yəni olmaz bu, biz 6 nəfər, 7 nəfər oturmuşuq Azərbaycanlı, az qalırıq bir-birimizin ətini yeyib bu dəqiqə. Nə qədər bu normaldır? Bizim gördüyümüz o qədər yaxşı işlər var ki, Azərbaycanda, Azərbaycan televiziyasına ilk dəfə olaraq 25 gün dalbada olaraq, milli adət-ənənələrimizə uyğun olaraq bir milli studiya qurduq. İlk dəfə bizim səhər proqramında. Niyə onun haqqında heç kim yazmadı? Niyə onun haqqında heç kim demədi? Mən bir Azərbaycan gənci olaraq, əlimdə saz, stilli geyimdə, çıxıram efirə, sazı ifa eləyirəm 5 yaşımdan bugünə qədər. Milli dəyərimizdir. Niyə bunun haqqında yazan yoxdur? Şkafa girdi, alt paltarı göstərdi. Bir dənə oğul deyirəm ki, gəlsin mənə, həmin o kadrı, mənim çəkdiyimi məndən yaxşı bilən var, gəlsin o kadrı mənə göstərsin ki, Zaur hardasa kiminsə alt paltarını göstəribdir. Kimsə kiminsə alt paltarını görmək istəyibsə, onun öz problemidir. Təbii. O arzularda var, o istəklərdə var. Və ümumiyyətlə... Mən sözüm yarıb çıxaldı. Mən sizə mütləq söz verəcəm, narahat olun, biz buradayıq. Ümumiyyətlə... Yəni, bilmədən belə şeyləri danışmaq nə dərəcədə düzgündür? Zaur, aparıcı kimi, onların hər ikisinin kifayət qədər imici var və kifayət qədər də doğrudan iş görmüş zəhmətləri var. Bu zəhməti danmaq, ən azı, məsələn, mən bunu dana bilmərəm və mən elə gəlir ki, tənqid eləsəm də, mən Kamiləni bəyənməyə bilərəm, tənqid eləyə bilərəm. Təbii. Amma zəhmətini danmaq və bütövlükdə heçə indirmək, bu da bir haqsızlıqdır, mən elə gəlir. Təbii ki. Amma eyni zamanda Kamilə də, Zaur da açıq olmalıdır tənqidə. Çünki onlar artıq bilirlər ki, Elçim müəllim, mən normal qəbul eləyirəm. Savadlı şəkildə. Yəni, bax, o yazılan yazını bu studiyada durğuzaq hər hansı bir insanı, o insan hamısı deyə bilər.
sözünü də işlədə bilər, fahişə sözünü də işlədə bilər, gədə sözünü də işlədə bilər, jacuzziyə girdi sözündə adi elementar. Oğul ona deyərəm ki, elə ifadələrlə, elə sözlərlə tənqid eləsin ki, yığsın, söksün məni. Və mən də onun qarşısında. Demək, Bəli. biz tənqidə açığıq əslində. Mən açıqlam özdəki eləyən oğul axtarıram ki, gəlsin səviyyəli şəkildə. Yəni biz heç kim sığortalanmıyor, biz ideal deyirik. Mən demirəm ki, biz dünyalar üstünə qoymuşuq. Əstağfurullah, bu çox böyük bir ifadədir. Cəmaət hələ o dünyanın üstünə qoyan insanları unudub yadından çıxardır. Biz kimlərik ki, sadəcə olaraq insan gəlsin, normal şəkildə otursun və tənqid eləsin ki, Zaur, sənin bax bu hərəkətin, bu kriteriyalara görə bu düzgün deyil, bunu belə eləmək lazımdır. Amma televiziya belə şeydir ki, televiziyada ən böyük qayda qaydasızlıqdır. Bəli. Yəni mən kiminsə zövqü ilə oturub dura bilmərəm. Və ümumiyyətlə sənətdə qaydalar yoxdur. Təbii ki. Ədəbiyyatda da yoxdur. Bax, biz bayaq bu şeiri elə belə demədik. Bu qaydaları pozub adam. Bəli. İlk baxışda, buyurun. Mən, bəli, ədəbiyyatda qaydaları pozmaq istəyirəm. Mən dəyişilmək istəyirəm. İnsan bir yerdə qalanda, üzr istəyirəm ifadəmə görə, su da bir yerdə qalanda eylənir. Təbii. Mən səs olmaq istəyirəm. Mən şeiri ayağa qaldırmaq istəyirəm. Mən şeiri kitabdan qopartmaq istəyirəm. Şeirə qulaq, burun, göz, ayaq, əl vermək istəyirəm. Bu mənim səsim idi. Əslində insanlığın, bəşəriyyətin səsi idi. Sizin oxuduğunuz şeir, mənim dediniz ki, Bakı şəhərində, Yazıçılar Birliyində, vətənimin yanında, vətənimin önündə, ayə, ölürəm mən. Özü də yaman ölürəm, sevgili canın ölürəm. Bu Qarabağ şikəstəsidir. Paşa, mən bir şey deyim sizə. Ay stolum, ay stulum, ey mənim sokum, ey mənim gözəlim. Siz melodiya ilə şeiri qarışdırmayın, nə qəşəm mənim ayıbdır. Olmadı ki, ben bir şey deyim. Siz melodiya ilə sözü qarışdırırsınız. Zəhmət olmasa, indi onu bir Bax, mən görmüşsünüz İlham. Çox xahiş edirəm. Qəşəng bir də onu ədəbiyyatdan, bilsənmi, gərək şeirin bir yarı hissəsi də oxucunun, Siz bizi avazınızla aldadırsınız. oxucunun. Qəşəm müəllim, siz onu demək istəyirsiniz, biraz da ədəbiyyatdan başın çıxsın. Yox, onu demirəm. Hər bir şeirin yarı hissəsi də oxucunun içində olmalı. Yaxşı Qəşəm müəllim. Və deyirsin, əni deyirəm, bir şey deyim. Siz deyirsiniz ki, quzu mələr əyə, ləpə baxar məyə, mə birləşər əyə ilə, öpüşər mə ilə. Sular gedəndə çayda, onların ləpələri qalxanda əyə oxşayır, hərfinə oxşayır. Bu hərfinə də, xahiş edirəm, mənim oxucular diqqətlə baxsınlar. Mən müəlliməm universitetdə, tələbələrim bilirlər. Pedaqoqam mən. Və uşaqlar o ləpə qalxanda ayağa hərfinə oxşayır. Və bu hərfinə qarşı quzu məliyir, quzunu çağırır. Mə də ləpəni çağırır. Və bunlar quzu gəlir, həmin o ləpəni içir. Ləpədən soldan baxanda ciyad olur. Şeirdə təbiət var. Bu şeirin adı payız təsrifidir. Burada bir başqa istedadlı yazarımız var, Hacı Loğman. Mən istəyirəm ona da söz verək mikrofonu. Buyurun.